Deməli, bir məsələyə toxunum, unutaram. Cənab Prezident, deməli, əkin üçün, ərzaq buğdası üçün xüsusi bir proqram qəbul edib, bir göstəriş verdi. Sərəncamı var ki, istehsal olunan ərzaq buğdasının hər bir kiloqramına ayrılmış subsidiyadan əlavə məhsula görə 10 qəpikdə hər kiloqrama pul verilsin. Bunu yetim oğluna verməmək üçün bizim ağıllılar, monopolistlər nə düşündü? 2022-ci ildə bir qərar qəbul elədilər. Nə qərar qəbul elədilər? Hansı təsərrüfatda suyunu suvarma sistemləri, innovasiyanın suyunu suvarma sistemlərinin altında yetişdirilmirsə buğda, bu ərzaq buğdası hesab olunmur. Deməli biz indiyənə qədər, bu min illərdir, dədəmiz, babamız əkib bizə yedirdiyi buğda səndə meynək buğdasıymış. Nədir? Suvarma sistemləri kimin təsərrüfatındadır? Oliqarxların. Cəmi Respublikada 2 nəfər, birində 100 hektardır, birində. Deməli, bilirsiniz də, taxıl yeganə bitkidir ki, o heç vaxtı dimdiyindən suyu içmir, o kökündən suyu içir. Halalar, düzdə doğuşan balalar, ayağından su içər, dimdiyindən balalar. Bunu hallavadır, bunu 1000 il bundan qabaq deyiblər. Deməli, bu yetimlərə prezidentin verdiyi, göndərdiyi 10 qəpik, kiloqrama 10 qəpik verməmək üçün qərar qəbul edirlər ki, olmaz. Xaricdən gələn mallar vardı. Cənab Prezident dedi ki, yerli cinsləri dəyişmək üçün pul ayırdı ki, açıya, bu cəmaat 1-5, 3-ün, 5-in, 1-in, kimə nə gün çatır alırdı. Tez nə düşündülər monopolistlər? Yığışdılar, üzr istəyirəm ifadəmə görə, qırıldılar, yığışdılar, qərar qəbul elədilər. Kimin təsərrüfatında əvvəl 80, indi eləyirlər 62 baş, malı yoxdursa bu maldan ala bilməz. Əgər bunun 62 baş malı varsa, verir bir dənəni. Deməli, Cənab Prezidentin o yetim oğluna göndərdiyi o bir inəyə almaq səlahiyyətini onun əlindən aldılar. Və Nazirliyə dəfələrlə bu barədə də deyilir. Hələ ki, dəyişmirlər. İkinci məsələ nədən ibarətdir, əsas məsələ? Axı, bu ölkə, belə götürək də, doğrudur, bizim kətlərimiz var, şəhərlərimiz var, inkişafı var, filanı var. Biz aqrar ölkə olmuşuq. Əhməyi də bacarırıq. Tarixən, bəli. Əhməyi də bacarırıq, heyvan saxlamağı da bacarırıq. Bizim hər şey alırıq. Qardaş, başına dönün. Taxılıb əhmək lazımdır, süd və süd məhsullarını istehsal eləmək lazımdır. Sonra ət məhsullarını, kartovu, şəkər çuğundurunu, qardaş başına dönün, bu xiyar pomidor, bu meyvə, bu şəftəlidən, bu karalyokdan, bu millətin Cənab Prezident ayırdığı pulu bir dəfə dedi, mən gələ düşdüm. İkinci dəfə də sizə müraciət edirəm. Bu pulu şəftəliyə, göyçə, halçıya, heyviyə, nə bilim filana ayırmayın. Balıq, indi Cənab Prezident balıqçılıq barədə göstəriş verdi, qoy deyim indi ona. İndi nə edəcəklər? Bildiyiniz kimi, suyun gür yeri əsas Şirvan bölgəsindədir. Kür və digər çaylar oradan keçir. Şirvan torpağı elə bir torpaq, çox çörək torpaqdır. Qarabağ torpağı kimi deyil, Aran Şirvan xüsusilə. Orada ona görə də çox... Burun suların səviyyəsi yaxındır. Tez şorlaşır. İndi gedəcəklər, gölməçələr düzəldəcəklər ki, Cənab Prezident göstəriş verib balıqçılıq artı və suyu girəcəklər o gölməçələr. Və hər bir kvadrat kilometr əraziyə, 1 hektar əraziyə yığılan su öz ərazisində 10 hektar torpağı məhv edir. Çünki üzdədir o torpaq. Orada nə əhmək olmayacaq, nə biçmək olmayacaqdır. Düyü əkilməlidir bizdə. Bizdə yadımdadır, ata, baba, cəddəbə Qarabağda da əkilibdir. Xüsusi bir Şirvan düyüsü olubdur. Mən o düyünü tanıyıram. Allah ölənənizə rəhmət eləsin. Ağdaşda qəşək düyü oldu, indi yoxdur. O düyü, onu vaxtı ilə Şirvanşah toxumunu Nildən gətirib, Misirdən gətiribmişdi. Qeyri-adi bir düyüdür, ətirli bir düyüdür. Niyə bərp olunmur? Düyü harada əkilməlidir? Çay vadisində. Balıq saxlamaq istəyirsən, çay vadisində. Yəni, indi Cənab Prezident ikinci bir yaxşı sərəncam verib, bilirsiniz, Qarabağ və Şirvan kanallarının yenidən çəkilməsi. İndi bizim bəzilərinə izah eləsək ki, ay Kənd Təsərrüfatı Naziri, bunun xeyri nədir? Deyəcək ki, suyu betonla deyir, suyu içsazarı. Xeyr, ikinci Cənab Prezidentin bu sərəncamı, ikinci bir məsələnin... Şorlaşmanın qarşısını alır, yox. Bəli, sən çünki mütəxəssissiniz. Neçə min hektarlarla ərazidə olan şorlaşmanın qarşısını alacaqdır. Torpaqlar özünə qayıdacaq. Təbii drenaj orada avtomatik olaraq. Təbii drenaj olur və su sızmır və belə deyək də Şirvanların drenajı zinə vermir su. Su torpaq. İndi bu xahiş edirəm Cənab Prezidentin bu göstərdiyi bu qayğıdan istifadə edib təzədəndən torpaqlarımızı xəstələndirmən. Balıq gölləri yemirik, balıq istəmirik. Alçanı, gölgəni yemirik. Lazım deyil. Çörək, süd məhsulları, ət, kartof, şəkər, bu məhsulların istehsalını... Örüş sahəsi qalmır ölkədə. Örüşləri hamısını götürüblər. Və geniş, xahiş edirəm, geniş təsərrüfat sistemləri yaransın, yaylaqlar cəmaatın özünə qaytarılsın,
Aran cemaatinin, ya Aran Qarabağda olan tərəkəmə cemaatinin yaylaqları, cemaat məndən də xahiş edibdi deyim. Onların adından deyirəm, cənab prezident, o cemaatın min illərlə mandatlı əraziləri var orada. Onlar ora buraxmırlar, yalanla bəhanə edirlər. Tərəkəmiyə deyir ki, sən dədənin yurduna getmək üçün arın olmalıdır. Bu da arını saxlaya bilmir. Arı harada nasıl 5-6 arını? Tərəkəm onu bu heyvan saxlayıb da, neyinir arını o? Özü də çox maraqlı məsələ var da. Azərbaycan ordusunu əvvəl təşkil edən tərəkəmələr olubdur. Bax, 1917-ci ildə Sultan bəy ermənini Qarabağa buraxmayanda, o qırğında iştirak edən Qarabağın tərəkəmə tayfaları olubdur. Hələ hökumət də yox idi, heç kim yox idi. 12-ci əsrdəndir bu. Bu gün İndi bunu dədəsinin, bunu əmək işindən ayırırsan və özünün məşğul olduğu sahədən ayırırsan, Pürüz, bax, mənim uzaq getməyək, çox qarışdırmayaq. İranda siyasi ictimai formasiya neçə dəfə dəyişibdi. Arazın o tayındakı Şahsevən bizim özümüzdür, Şahsevən bəy. Hansı ictimai siyasi formasiya dəyişəndə Şahsevənin ya malına, ya mülkünə, ya torpağına toxundular. Dəyməyiblər. Bu günləri İran kimi dövlətin ərzaq məhsulları, kənd təsərrüfat məhsullarının əksər hissəsini 25-27%-ni Şahsevən verir. Niyə? Bizdə bir su bəndi yarandı, Arazın suyu da çıxdı Muğan Körün o tərəfə, məhsulları idarə edirlər. Bizdə niyə əlindən alınıq? Bizim vaxtımız yekunlaşır, gəlin yekunlaşdıraq ki, çıxış yolunu nədə görürük? Azərbaycan təcili İtaliya modelinə keçməlidir. Ramazan bənim toxunduğu məsələ. Yəni, kiçik və orta sahibkarlığa kağız üzərində deyil, hər cürə şərait olmalıdır. İkincisi, kiçik və orta biznesə məşğul bütün oliqarxlar hamısı çıxarılmalıdır. Kimis adına olar, hamı da çox gözəl bir şey rayonda. Qardaş, bütün rayonların torpaqları nazirlərin, deputatların əlindədir. Sürülər bunlarda. O vaxtıyla bir deyirdi, bu kimindir salxım səfərin. Hara gedirsən, oliqarxlarındır. Dövlət təcili ölçü götürməlidir. Kənd sərfat elektron xərit tərtib olunmalıdır. Onsa bu çox rahatdır. Peykimiz var. Müəyyən olunmalıdır. Bu sahə niyə əkilmir, əkməyən kimdir? Onun torpaq əlindən alınmalıdır. Bunlar oradan subsidiya götürür. Kənd Sərfat Nazirinin nəzdində bir apellyasiya şurası yaradılıb. Bir nazir müavini o rəhbərlik eləyir. Apellyasiyanın üzvləri də o pulu dağıdanları gətirib qoydular apellyasiyanın üzvləri. O bədbaxt kimdən kimə şikayət eləyəcək? Yəni, bilirsən, belə gülməli, virtual yaşamağla Azərbaycan inkişaf elətdirmək, reallığa keçmək lazımdır. Real tamam ayrı bir şeylərdir. Dövlət birincisi verifikasiya keçməlidir. İkincisi, ölkənin idxal olunan məhsullar bir ələ cəmlənməlidir. Yəni, bunlara ölkəyə lazım olan mallar satılmamalıdır ölkədən. Bəli, bəli. Üçüncüsü, ölkəyə gətirilən mallara nəzarət gücləndirilməlidir. Nə qida təhlükəsizliyi, nə anti-intisarçılıq. Bunlar, yəni, onların rəhbərliyində ancaq peşəkarlar olmalıdır. Başqa bir şey ola bilməz. Kənd Sərfat Nazirliyi, yəni onun əlindən alınıb dövlət yeri, İqtisadiyyat Naziri niyə torpaqla məşğul? Əmlak hissəsinin onlar məşğul olsun. Amma torpağın keyfiyyətindən bunlar baxmalıdır. O verilməli, bunlar hamısı olmalıdır. Kənd Sərfat Nazirinin də deyir, İmam Sınarlan Yezid üçün də Allah. Kənd Sərfat Nazirinin özünün ayrıca bank sistemi olmalıdır. Əgər biz istəyiriksə, bu aqrar sahə inkişaf eləsin, həm institusional olaraq, həm investisiyon, onların klaster sistemi qurmalı. Azərbaycanda aqrar hub sistemi qurulmalıdır. Bunu qurmaqdan ötəri də o işi bilən peşəkarlar, kənd sərfatını bilən, Azərbaycan iqtisadiyyatının içində çalışan, onun içindən çıxan və nəzəriyyəni bilən adamlar. Qardaş, mən demirim, xaricdə oxuyan gələnlər olsun. Qardaş, bunlar bu qədər, yəni bu ölkənin içində olmadıqlarına görə hər anı qutarmaqları heç bir rol. Bəzi sahələrdə özün doğruldur. Bəli. Amma kənd sərfatı spesifik sahədə özün doğrulmayacaq. İqtisadiyyat spesifikdir. Bura peşəkar iqtisadçılar dəvəti, maliyyəçilər dəvət olunmalıdır. Peşəkar iqtisadi siyasətçilər dəvət olunmalıdır. Yoxsa, mənim filan kəsdən, məndən xoşun gəlməyə bilər. Məndən xoşun gəlməyə bilər. Yəni, hamını, heç kim, Allahdan belə narazılıq var. Hamımız yaradan Allahdır. İnsan oğlu elə bir tipdir ki, onu yaradandan belə narazı qalır. Ona görə təbiidir, prezidentə də narazı olan olacaq, nə bilim mən, baş nazir də olur. Hamısı bunlar təbii qəbul olunmalıdır. Amma dövlətimiz üçün biz bir yerdə toplanmalıyıq. Bir-birimizlə qarşı ittihamlardan əl çəkməliyik. Ağıllı adamlar bu dövləti xilas eləməli. Əks təqdirdə yaxın 5 ildə
bu dövlət üçün çox ciddi iqtisadi problemlər gözlənilir. Qardaş, 35 il olur bu illəri. Hətta Musa peyğəmbəri Allah Taala buyurdu ki, bu yahudiləri 40 il səhrada gəzir ki, bunlar qul psixologiyasını qutarsın. Bizdə bu yırtıcılıq psixologiyasını qurtarmaq mümkün deyil. Çünki getdikcə artır. Bir var rüşvət, bizdə korrupsiya əməlli başlı adətə çevrilib. Yəni bütün təhsilimiz məhv olub. Yəni onu ağlayan lazımdır. İqtisadiyyatımız çökür. Kənd sərfatı batır. Ondan canım səhiyyəmiz yaman gündə. Bir şeylə heç olmasa, yaxşı cənab prezident Meydan Azərbaycan birini nəyimiz olmalıdır axı? Bax, çanaq pendirini eləyə bilər, hövsan soğanı için. Bəyənmədiyimiz Gürcü, axşama cımında suluqunu pendiri alırız, Gürcü çaxırı alırız. Bəyən bizdə yoxdur, var. Amma eləmək istəmirlər. Arkadaş, bir sahəyə ki, bilməyən adam gəlib oturur, yəni tarixçini qoyurlar tərəvəzçinin üstünə direktor. Gülməlidir, vallahi gülməlidir. Adam onun tarixini bilə bilər. O biri sahələrlə hüquqşünas gəlib olur, bütün hər şey naziri. Bunun axırı olmur. Təzə bir qanun da çıxdı. Polis rəisləridir və prokuratordan çıxanlar ikinci bütün idarələrə gedirsə polis rəisindən çıxmışlar vəzifədədirlər. Mavindirlər. Oranı onlar idarə edirlər. Gənc nəsil var, qutarıbdır, mütəxəssisdir. Bu polis rəisi yaxşı dolanıb. Təminatı yaxşı, yaxşı Onun biznesi var da, bəs o qorumalıdır o biznesi. Bu nə adətdir? Bu yetim o yetimlə vaxt. Yetim elə yetim nə də Allah onu yetim yaradıb, ölməlidir.